Kim yemək bişirməyə bacarmır, özü də səmimi etiraf edir də, deyir ki, yumurtadan başqa heç nə bişirə bilmirəm. Bəzən yanında kartof da deyirlər. Amma ən çox kişilər, elə tənbəl qadınlar, qızlar da var ki, onlar da deyir ki, yox, biz ancaq yumurta bişirə bilirik. Belə sual qoyulub burada ki, yumurtanı bişirərkən ona duzu nə vaxt atmaq olar, vurmaq olar. Məsələn, insanlar elə düşünür ki, yumurtadan sadə yemək yoxdur. Amma məhz bu yemək ətrafında illərlə davam edən mübahisələr yaranır. Aşpazlar iki qrupa bölünür. Bəziləri yumurtanı dərhal duzlayır, digərləri isə yalnız sonda və hər kəs öz üsulunun ən doğru olduğuna inanır. Ümumiyyətlə, mən də düşünürəm ki, yumurtaya əvvəldən duz vurmaq lazımdır. Nə mənada? Tavanı qoyuruq sobanın üzərinə, düzdür? Ora yağ atırıq, bir qaşıq əlavə edirik. Yağ, ətrafı belə deyərdim ki, yağlamamaq üçün, o yağ kənarlara belə hoppanır, düşür, sıçrayır axı. Ona görə bir çimdik duz mütləq yağı əlavə etmək lazımdır ki, bu qorxulu, bu xoşa gəlməyən bir hadisə baş versin. Məhz mən belə edirəm. Digərləri, təbii ki, istinad edirəm Lentaza, o da xarici media istinad edib ki, aşpazlar duzun zülalının strukturuna təsir göstərdiyini izah edir. Əgər onu çox erkən əlavə etsəniz, yumurta ağı daha maye olur. Bu duzun molekula arasındakı bağları zəiflətməsi ilə bağlıdır. Nəticədə yumurta tavada yayılıb gedə bilər. Yəni öncədən duz vuranda. Amma əvvəlcədən duzlamağın üstünlükləri də var. Yumurtalar daha yumşaq və bərabər şəkildə duzlanmış olur. Yeməyi sonda duzlayanlar isə daha çox tekstur əldə edirlər. Zülal daha tez bərkiyir və formasını yaxşı saxlar. Mütəxəssislər qeyd edir ki, seçimi istənilən nəticədən asılıdır. Daha yumşaq yumurta üçün duzu əvvəlcədən əlavə etmək daha yaxşıdır. Mən ətrafa yağ yayılmaması üçün edirəm, duzu əlavə edirəm, amma mütəxəssislər, məşhur aşpazlar deyir ki, duzu əvvəldən əlavə etmək lazımdır.